Nəysə, hər vaxtınız xeyir olsun. Bugün mən sizə həm abituriyentlər üçün, həm də ki magistr üçün çox önəmli olan bir sual tipinin izahını verəcəm. Deməli, bizdə iki dənə ifadə var, müxtəlif say sistemlərində verilir və bu eyniliklər üçün x kvadratı minus y kvadratı ifadəsinin qiymətini soruşur bizdən onluq say sistemində. Deməli, biz ilk olaraq bu ifadələrdə x və y, yəni bunlardakı say sistemlərinin əsasını təyin etməli. Daha sonra isə bu ifadəni onluq say sistemində hesablamalıyıq. Deməli, burada x və y tapmağın müxtəlif üsulları var. Mən həm toplama, həm fərq üsulu ilə, həm də ki tənlik üsulu ilə bunu sizə öyrədəcəm. Birinci toplama üsulu ilə deyim mən sizə. Çox rahat bir üsuldur əslində bu. Deməli, baxaq. Toplama üsulunu qısa olaraq sizə necə ifadə edə bilərəm? Biz 6 və 7-ni toplayırıq. Bilirik ki, 6 və 7-nin cəmi bizdə nə verir? 13. Düzdürmü? Və biz bilirik ki, məsələn, tutaq ki, əgər bizim cəmimiz, yəni 13-ümüz bura yazılmırsa, deməli, həmin say sistemində 13 ədədi yoxdur. Yəni, bu elə bir cəmdir ki, həmin say sisteminin əsasından, yəni x-dən ya böyükdür, ya bərabər. Çünki əgər 13 bu say sisteminin əsası olsaydı, ya da ki, bu say sisteminin əsasından kiçik olsaydı, o zaman orada 13 ədədi mütləq ki, rəqəmi mütləq ki, yazılmalıydı. Deməli, cəmimiz say sistemindən böyük və yaxud da ki, bərabərdir ki ona, burada artıq həmin ədəd, həmin rəqəm yazılmıyor. Deməli, cəmimiz say sisteminin əsasından böyük ya bərabər olanda nə iş görürdük? Cəmdən çıxırdıq say sisteminin əsasını, yəni x-i və buradakı ədədə bərabər edirdik. Buradakı ədəd nədir? 5. Düşünürük ki, 13-dən hansı ədədi çıxsaq biz 5 alarıq? Təbii ki, 8-i çıxsaq. Yəni, bizim ifadəmiz 8-lik say sistemindədir. Doğrudan da biz burada x-in yerinə 8 qoysaq, baxın, şərtimiz ödənəcək. Bunu kompüterdə, siz kalkulyatorda da yoxlaya bilərsiniz proqram rejimində. 6 və 7-ni toplayırıq 13. 13 say sisteminin əsasından, yəni 8-dən böyük bərabərdir. Və nə iş görürük? 13-dən çıxırıq 8-i, alınır 5. 5-i yazırıq burada. Və 8, 13-ün içində bir dəfə yerləşir deyə biri yadda saxlayırıq. Və 5 ilə 1-i toplayırıq 6, buradakı bir yadda ilə olur 7. Yəni, doğrudan da gördük ki, x-in qiyməti 8-dir. Tutaq ki, bu yolu sizə, məsələn, magistrlar çox toplama çıxma keçmir deyə, bu yol ola bilər ki, onlara çətin gəlsin. Siz bunu tənlik yolu ilə də tapa bilərsiniz. Bilirsiniz ki, istənilən say sistemindən çıxış yolu, qaçış yolu onluq say sisteminə keçməkdir. Biz burada hər tərəfi onluq say sisteminə gətirə bilərik. Bilirsiniz də, onluğa keçid zamanı ədədin üzərində sondan başlayaraq sıfırdan başlayıb nömrələyirik. Olur 5 vurulsun x üstü 1, onluğa keçirdirəm hər tərəfi. Üstə gələk 1 vurulsun x üstü 1, üstə gələk 7 vurulsun x üstü 0. Üz istəyirəm, burada şey yazmadım. 6 vurulsun x üstü 0-ı, buradan yazım. Sonra bərabərdir 7 vurulsun x üstü 1, üstə gələk 5 vurulsun x üstü 0. Bilirik ki, bütün x üstü 1-lər bizə x-i verəcək. Bütün x üstü 0-lar bizə 1-i verəcək. Çünki 0 üstü qüvvət hər zaman 1-dir. Biraz sürətli danışıram ki, video çox uzanmasın. Deməli olacaq 5x, üstə gələk 6, üstə gələk x, üstə gələk 7, bərabər 7x, üstə gələk 5. Məlumlar bir tərəfə, məchullar bir tərəfə keçsə, burada olur 6x plus 13, bərabərdir 7x plus 5. Doğrudan da baxın. 6x və 7x, məchullar bir tərəfə keçsə, 7x-dən 6x-i çıxsam, bir dənə x qalacaq. Deməli, 13-dən də 5-i çıxsam, qalacaq 8. Doğrudan da tənlik üsulu ilə siz gördünüz ki, x-in qiyməti 8-ə bərabərdir. Yəni, bunu tənlik üsulu ilə tapa bilərik. İndi gəlin y müəyyən edək. Onu tənlik üsulu ilə tapmayacağım. Bir dəqiqə, mən sualı qaytarım bura. Yəni, gəlin indi biz y müəyyən edək. Bunu sadəcə çıxma qaydası ilə deyəcəm. Video uzanmasın deyə tənlik qaydası ilə deməyəcəm. Yenə siz hər tərəfi üzərini nömrələyib onluq say sisteminə gətirib y tapa bilərsiniz. Deməli, baxaq, çıxma qaydası ilə biz y rahat şəkildə necə müəyyən edə bilərik. Deməli, baxaq. Deməli, çıxma qaydası nədir? 2-dən 3-ü çıxa bilmirsən. O zaman 2-dən 3-ü çıxa bilmirsənsə, toplamanın əksi. Yəni, toplamada artıq olanda götürürsən, çıxmada çatmayanda, əski olanda üzərinə gəlirsən. Deməli, 2-dən əgər çıxa bilmirsənsə 3-ü, üzərinə say sisteminin əsasını, yəni y-i gəlirsən və çıxırsan buradakı ədədi, yəni 3-ü, alırsan buradakı cavabı, yəni 5-i. Bunu tənlik kimi həll eləsə, y bərabər 5 plus 3 çıx 2,
Bu da bizə verəcək nə? 8 minus 2, 6-nı. Yəni, tapdıq ki, y 6-dır. Doğrudan da baxın, mən sizə əgər toplama çıxmanı bilmirsinizsə, ayrıca bunun izah videosunu çəkib yükləyərəm bura, baxarsınız ona. Deməli, baxaq, 2-dən 3-ü çıxa bilmirik, 2-nin üstünə 6 gəlirik, 8 eləyir və doğrudan da 8-dən 3 çıxanda qalır 5. Və biz bir vahid alıb bura veririk deyə, burada ədədin üzərinə, say sistemin əsasını gəlirik. Burada adi bildiyimiz toplama çıxma kimi də bir vahid alıb bura qoymuşuqsa, çıxılsın, 1 qalacaq 3. Doğrudan da gördük ki, y-in də qiyməti 6-dır. Nəhayət, gəlin baxaq. Bizdə x-in qiyməti oldu 8, y-in qiyməti 6. Təbii ki, 8 və 6 elə onluq say sistemində də 8 və 6-ya bərabərdir. X-in kvadratı, yəni 8-in kvadratı çıxılsın y-in kvadratı, yəni 6-nın kvadratı. 8-in kvadratı 64, 6-nın kvadratı 36. 64-dən də 36-nı çıxanda bizə nə verəcək? Cavab olacaq 28-i. Yəni, sualın doğru cavabı 28-dir. Ümid edirəm ki, video sizin üçün aydın oldu. Biraz sürətli danışdım ki, video çox uzanmasın. Növbəti videolarda görüşmək ümidi ilə.